Hər vaxtınız xeyir olsun. 28 may metrosunun yaxınlığında 3 otaqlı, gözəl təmirli mənzil göstərəcəm sizlərə. Buyurun, mənzillə tanış olaq. Mənzilin geniş qonaq otağı, hol parket, hol hissəsi isti polda, eyni zamanda göstərəcəyim 3 sanitar qovşağı var bu mənzildə. Toplam 110 kvadratdır, yəni 3 otağa düzəlib, amma ideal düzəlib. Birinci işığından boydan boya qardirob hissəsi. Keçək sanitar qovşaqlarına. Mükəmməl, yəni çox keyfiyyətli materiallardan istifadə olunub. Bura əvvəl sanitar qovşağı olub, amma ev sahibi buranı qardirob otağı eləyib. Genişdir. Burada yəni, həm belə nəsə kəsəri yeri yoxdur. Bura mənzilin əsas yataq otağı, daxilində gözəl hamam otağı. Birinci şırmanlı, yəni bütün otaqlarda pəncərə var və deməli bu yataq otağında və indi sizə göstərəcəm mətbəx və uşaq yataq otağından balkona giriş var. Gözəl mətbəx. Və uşaq yataq otağıdır bura hal-hazırda. Oradan da eyvandan da bura giriş var. Burada da boydan boya qardirob. 3 otaqlı mənzildir. 110 kvadrat təşkil edir sahəsi. Əslində qanuni 2 otaqdır, amma sadəcə retq olur belə, yəni birinci işıqdan 3 otaq düzəltmək. 6-cı mərtəbədə hal-hazırda 15-in 6-cı mərtəbəsində 110 kvadrat 3 otaq, 359 min start. Kimə maraqlı olsa aşağıda qeyd olunan nömrə əlaqə saxlaya bilər. Növbəti çəkilişlərdə görüşənə hələlik.